Deməli yoldaşlar, bu güncəlik File Explorer-ə. File Explorer-i axtarışda nasıl bilərsiniz? Yəni üzərinə vuran kimi, axtarış adını yazıb üzərinə vuran kimi açılır. Ya da bunun klaviatura kombinasiyası var. Klaviaturadan Win düyməsi ilə, Win düyməsi hansıydı? Hansı ki biz onu dərslərdə qeyd etmişik. Win düyməsi Windows'un bu öz düyməsidir. Win düyməsinin E hərfi. Explorer-in E-si də elə bir ki, bildiniz. E hərfini vuranda da yenə həmin pəncərə açılır. Aydın oldu. Win Y. İndi bu pəncərə bu qaydada açılır. Bu əslində bildiyimiz bunu adi qovluq pəncərəsi kimi baxa bilərik. Çünki yəni biz burada asılan bu pəncərədə sol tərəfdə bizim qovluqların siyahısı yığılıbdır. Elə bil ki, mən əslində istənilən bir qovluğa vursam, onda belə çıxır ki, adi qovluq pəncərəsi açılır ki. Hə, belə görsənir də yəni bu dəqiqə. Hal-hazırda o deməkdir. İndi yoldaşlar, bu pəncərənin yuxarı hissəsi sayılır başlıq sətri. Hansı ki, mən sağa sola pəncərənin yerini dəyişirəm bu dəqiqə. Çünki başlıq sətrindən tuturam. Sağa, sola, aşağı, yuxarı sürükləyib yerini dəyişə bilərsiniz. Sol tərəfdə qovluğun adı yazılır. Yəqin ki, görürsünüz, Magister. Hətta burada X-i vurub bağlaya bilərsiniz. Bu pəncərəni bağlamaq da baxın yazılıb Ctrl-W və ya Ctrl-W vursam mən bu nəyə bağlayacaq? Birbaşa pəncərədən çıxış edir. İndi birbaşa pəncərədən çıxış eləmək üçün bizim bir dənə kombinasiyamız vardır. Alt F4. Alt F4'ü da vursam aktiv pəncərəni bağlayır. Sonra yoldaşlar bunun kənarında plus işarəsi var. Görürsünüz. Üzərinə gələn kimi yazıb Add New Tab. Klaviaturası Ctrl-T'dir. İndi bunu vuran kimi yeni bir elə bir ki File Explorer açır da yeni bir qovluq pəncərəsi açır. Aydın oldu. Bir də File Explorer'in sırf özündə nəyə görə bilərsiniz? Burada Quick Access var. Tez-tez istifadə etdiyimiz qovluqlardır. Hansı ki Quick Access bilirsiniz ara sayılır. De bu bərkidilmiş, bu hissə. Bu hissə. Document, BB sınaqlar, downloads, abituriyent. Bu yazılan qovluqlar. Bura Quick Access sayılır. Digər hissə isə hansı ki burada qeyd olunub bu Recent var. Recent'də isə son açılmış sənədlərin siyahısını görə bilərik. Son açılmış sənədlərin siyahısı. Yadda saxlayaq. Sonra nə var başqa burada? Deməli, buranı bağlayıram hələ ki bizə lazım deyil. Sağ tərəfdə gəldim pəncərəni idarə etmə düymələri. Bunu keçən dərs qeyd eləmişsiniz. Yəni hansı ki minimize pəncərəni aşağı yığırdı, yəni taskbar'a. Maximize pəncərəni tam ekran açırdı və ya əvvəlki ölçüsünə qaytardı və ya pəncərəni bağlayırdı. Hansı ki dediyi Alt F4'dür. Sonra gəldim bu listə nə sayılır bizdən? Burada da pəncərələrin birindən digərinə keçid eləyə bilərik. Bu irəli keçid düymələri vardı. İrəliyə, geriyə. Məsələn, istənilən bir qovluğa daxil oluram. Burada vururam back to. Back nə demək? Geriyə. Amma forward irəliyə. Yəni qovluqların əvvəlki və ya sonraki qovluqlara keçid eləyə bilərik. Sonra burada nə var? Up var. Up to. Up neyini? Bunu vuran kimi birbaşa desktop qovluğuna keçid eləyir. Ya biz buna deyirik ən yüksək səviyyəli qovluğa keçid. Birbaşa iş masası qovluğuna keçid eləyir. Sonra burada var. Refresh var. Refresh F5'də yəni yeniləmədir. Vuran kimi yenileme aparır. Sonra bura nə sayılır yoldaşlar? Adres var. Bu yazılı və desktop. İndi məsəl üçün hər hansısa qovluğa daxil olsam fikir verirsiniz. Bura bilirsiniz də bu faylın tam adı, tam yol anlayışları vardı. C diski, nə bilim users, user, desktop, magister. Məsələn, tutaq ki onun da içində hər hansısa bir fayl. Aydın oldu. Bura sayılır ünvan sətri. Ünvan. Yadda saxlayın. Deməli yoldaşlar, mən burada belə bir şey eləmək istəyirəm. Bu dəqiqə biz C diskindəyik. Burada yazıram D, qoşa nöqtə. Qoşa nöqtə. Klaviaturadan enter vururam. Nə baş verdi? D diskinə keçid elədi.
D diskinə keçsələr. Yəni elə bir ki, ünvan sətrində birbaşa nəyi vurursunuzsa, həmin yerə keçid eləyir. Aydın oldu. Yəni disk olaraq. Məsələn, S qoşa nöqtə yazıb enter vursam, onda C diskinə keçid elədi. Bunlar var ha suallarda. Bunlar suallarda var. Hətta Dövlət İmtahan Mərkəzi əvvəlki illərin birində sınaq sualına salmışdı belə bir sual. Onu sizə göstərəcəm mən. Həmişə açsın bu şeydə PDF testdə var o sual. De burada var bax. 27-ci sual. Windows 10'da da var idi eyni sual. Bizə deyir ki, File Explorer pəncərəsinin ünvan sətrində yeni adres var da. C qoşa nöqtə yazıb enter vursaq nə baş verir? Deməli C diskinin məzmunu açılacaq. Aydın oldu. Amma digər variantlara baxın. Heç biri uyğun gəlmir. Mövzunun testləri var göndərəcəm. C qoşa nöqtə yazıb məzmunu yəni açılır. Aydın oldu. Davam eləyək. Sonra nə qaldı başqa burada? Bunları dedik, ünvan sətridir bura. Ya bu sitələri bildik. Gəldim sağda source var. Source magister. İndi hansı qovluqdayıqsa ona görə yazıb da bu qovluğun adı burada. İndi mən nəyisə axtarış olaraq eləsəm, məsələn yazıram 5-ci. 5-ci olan fayl adları hansında varsa onları göstərir. Yəni bildiyimiz axtarış eləmək üçün. Sonra gəldim bura nə sayılır? Buraya yollaşlar command bar sayılır. Command bar nə deməkdir? Yəni komanda sətri. Burada nə edə bilərik? Solda new var. New-nu vurmaqla folder. Yeni qovluq yarada bilərəm. Bax, vurdum gəldi, gördünüz. New folder. Üzərinə girsəm, təbii ki, içərisi boşdur. Yəni yeni bir qovluqda məlum məsələdir. Adı üzərində. Əgər istəmiriksə, burada delete var ki, sağda ondan silə bilərəm. Sonra burada shortcut yarada bilərik. Bir də fayllar yarada bilərik. Əslən bu pəncərə var, açılan belə bir pəncərə. Bu şeydə də var, yoldaşlar, iş masasında. İş masasında sağ düymə vuranda New-nun içində bu da. Eyni şeydir. Sonra növbəti nə var başqa burada? Gəldim burada şey var, cut var. Cut kəsmək deməkdir. Yenə iş masasında olan yeni şeylər burada da deyəcəyik. Gəlin eləyək, eyb yox. Gəlin belə eləyək, bir neçə fayl olan yerə gəldim. Deməli, istənilən bir faylı seçirəm. İstənilən bir faylı. Bunu cut eləyirəm. Cut eləyəndə rəngi solğunlaşır, fikir verirsiniz. Çünki kəsib götürürəm bunu buradan. Cut Ctrl X. Geriyə qaydıram. Ya da deyə burada qovluq var, new folder. Bunun içərisine gedirəm. İndi bu da yoldaşlar paste əmridir. Bu işarə görürsünüz. Paste'e vursam yapışdırdı bura. Yaz geriyə qaydıram. Fikir verin, əvvəlki yerinə qalmayın. Əvvəl buradaydı. Misal failin aşağısındaydı. Onda belə çıxır ki, cut reynəyir. Failin yerini dəyişir. Çünki əvvəlki yerinə qalmadı da bu. Niyə qalmadı? Çünki cut yeri dəyişmək üçün. Yenidən cut eləyib, əvvələ qayıdıb paste vursam. Bu cətdə bura. Da indiki yerində də qalmadı yenə. Aydın oldu. Cut yer dəyişmədi. Bu birisi copy'dir. Copy Ctrl Z kopyalayır. Məsəl üçün elə bu faylı seçirəm. Copy. Gedirəm bu new folder qovluğun içərisinə. İndi paste eləyirəm. Paste'e Ctrl V-də yapışdırır. Yenə paste eləyirəm. Bunu vurum. Yenə paste eləyirəm yoldaşlar. Bir dəqiqə. Mən onu kopyalamışdım ha oradan. Kopyadan bunu buradan sileyim. Bunu seçirəm, kopya eləyirəm. Burada paste vurdum, yapışdırdı. Eybiyor. Burada paste vurdum. Başqa bir qovluğa keçirəm. Yenə paste vururam. Bir dəfə, ikinci dəfə vuranda yapışdırmır. Bir dəfə yapışdırdı başqa qovluqda. Amma olduğum yerdə, məsələn burada faylı kopyalayanda
Yenə paste eləyirəm. Fikir verirsiniz. Kopyanı mübadilə buferinə silinənə qədər yapışdıra bilir. Eyni olduğu yerdə. Çünki kopyalanmış və kat olmuş əməliyyatlar mübadilə buferinə düşürdü ona görə. Amma bir şey var ha. Katı bir dəfə yapışdıra bilərik. Bir də yoldaşlar, shift düyməsini basılı, faili seçirəm, kopyalanmışın birini. Shift düyməsini basılı saxlayıb aşağıda kopya olunmuşun birinin üzərinə vururam. Shift'i basılı saxlayanda bu arada nə varsa hamısını seçir. Amma yox, birini seçib, kontrol basılı saxlayıb aşağıdakına vursam, onda yalnız o ikisini seçir. Yəni, seçim yolları var da. Düzdürmü? Düzdə biz bunu sürükləməklə seçə bilərik, o başqa məsələ. Amma, məsələn, kontrolla basılı saxlayıb, tək-tək sənə lazım olmayanları silə bilərsən. Müəllim, kopyanı eyni faylda mübadilə buferindən arxası necə dediniz? Mübadilə buferindən silinənə qədər yapışdıra bilərik, kopyalanmışı. Amma katı bir dəfə. Yəni, bir neçə və yapışdıra bilmədim də ona görə. O faili seçib kat eləyirəm. O birisi qovluğa gəlib paste eləyirəm. İkinci dəfə eləyə bilmirəm, niyə? Paste əmri deaktivdir artıq. Deməli, kat olmuşu bir dəfə yapışdıra bilərik. Yadda saxlayın, katı bir dəfə yapışdıra bilərik. Kopyanı mübadilə buferindən silinənə qədər. Böyle Windows onlara belə idi. Növbəti nə qaldı yoldaşlar burada? Cut copy'in dediği bu da paste idi. Buna dedik. Rename var burada. Rename ad değişimi. İşareler de yadda saxlayın ha. Şəkilli sual düşə bilər. Rename-də ad dəyişə bilərik. Aydın oldu. Dağ yazıram istalesi. O belə. Növbəti nə var burada? Share var. Share nə deməkdir? Paylaşım. Amma bir şey var yoldaşlar. Mən qovluğu seçirəm. Share eləyə bilmirəm. Ancaq faili seçib paylaşa bilərəm. Share paylaşmaq deməkdir. İndi paylaşmaq deyəndə ki, burada yəqin ki var da. Məsələn, telefonla da paylaşmaq olar. Digər yazıb yaxınlıqdakı hər hansısa paylaşım varsa onunla da, Outlook-la da. Yəni, paylaşım üçün yollar var. Növbəti delete əmri var. Delete əmri nə edir? Silir. Məlum məsələdir. Faili silib korzinaya göndərir. Yadda saxlayın yollarsa. Faili birbaşa silmək üçün, yəni zibil qutusuna düşmədən silmək üçün klaviaturada shift delete vurmalısınız. Bu birbaşa getdi. Bunu qaytarmaq olmur. Yenə deyirəm. Zibil qutusuna düşmədən silmək üçün shift del. Amma zibil qutusuna düşmək üçün bu sadəcə delete. Sonra bayaq dediklərimi də qeyd eləsiniz, yaxşı olardı. Kontrol bir-birindən məsafəli, yəni qonşu olmayanları seçir. Qonşu olmayan failləri seçir. Qonşu olmayan. Amma shift qonşu olan failləri seçir. Yəni bir-birinə yaxın olan da bu mənada. Seçir. Aydın oldu. O belə. Bunları yadda saxlayaq. Davam eləyək. Növbəti gəldim, burada sort var. Sortu gördünüz, vururam. Yadınızdasa yollar, bunlar da iş masasında var idi. Name, date, modify, type, sonra size, indi burada yazılıbdır. De bunlar idi. Bax, iş masasının sağ düymə vuranlar sortun içində. Eyni şeylər burada da var. Yəni, indi burada da qovluğun içərisində görə eləyəcək də. Məsələn, name'i bir dənə də vururam. Fikir versiz qovluğa anaxırat. Date modified. Dəyişikliyi tarixinə görə sıraladı. Tipinə görə. Ölçüsünə görə. Fikir versiz.
Yəni sıralamaq olur. Hansının qabağına 2 nöqtə var? Həmin xüsusiyyətlərə görə sıralayır da. Bax burada. Bir də burada ascending descending nədir? Ascending A'dan Z'ə doğru sıralayır. Yadınızda successora var idi. Cədvəldə verilənlər bazasında. İndi ascending vuranda yəqin ki A'dan Z'ə doğru sıralayır. Descending eləsəm o tərsi. Çünki T, M, M, Ç, S. Görürsünüz başlıq hərflərinə. İlk hərflərinə baxsanız tuta bilərsiniz. İlk hərflərinə. Düzdür, burada sıralama niyə pozulub? Çünki Stalistrin qovluqdur, amma digərləri faillərdir. Faillərə görə ayrıca baxır, qovluqlara görə ayrıca baxır. Yaxşımı? Ya onu biləsiniz ha. Faillərə görə ayrıca, sıralayır qovluqlara görə ayrıca. Gəldim qrup əmri. Qrup əmri yollaşır adına görə, dəyişiklik tarixinə, tipinə, ölçüsünə görə qruplaşdırır. Hətta yaranma tarixinə və s. Gəlin qruplaşdırma neyimi vıratörə nə olacaq? Fikir verirsiniz. Deməli, bu da əlifba sırasına görə ayrı, görsüz yollaşır. Amma qruplaşdırana baxmırdı. Yəni bu qovluqdur, faildir, ona baxmadı. Amma yenə əlifba sırasına görə qruplaşdırıb. C-dən K-ya, L-dən R-ə, yəni hansı hərflər arasında nələr varsa onları qruplaşdırır. Yenə adına görə dəyişilir, tarixinə görə vururam. Bu dəyişir, görürsünüz. Yəni tipinə görə qruplaşdıra bilər. Tipinə görə bilirsiniz hamısını ayırdı. Çünki hamısı ayrı tiplərdə axı. Nə mənada? Məsələn, biri Excel-dir, biri PowerPoint-dir, biri Word-dir, biri Publisher-dir, biri qovluqdur. Yəni tipinə görə qruplaşdırma bu deməkdir. Məsələn, 2 dənə Word olsaydı, 2 yerə yığa bilərdi. Yəni eyni yerdə ola bilərdi. Aydındır. Yəni tipinə görə qruplaşdırma budur. Hansı proqrama aid olduğuna görə tənzimləyir. Yaxşı, bu belə qalsın. Qruplaşdırmanı da eləyirəm, ləğv edirəm. Bu oldu sortun içindəkilər. Burada nə elədik? A-dan Z-ə doğru sıraladıq və qruplaşdırdıq. Növbəti gələn view. View nə deməkdir? Görünüş. Burada yoldaşlar görünüş sözümləri var. Extra large, large, medium, small, list, details, tiles. Fikir verirsiniz görünüş dəyişir. Content. Bunlar gör. Burada deməli 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə görünüş sözüm var. Amma məsəl üçün iş masasında 3 dənə idi. Large, medium, small. Fikir verirsiniz. Yəni dəyişir görünüş formaları. Burada amma 8 dənədir. Bunların adlarını mütləq yadda saxlamalısınız. Ki, yəni bu görünüş sözümləri var burada. Sonra yollarsa növbəti burada details beyim var. Details nə deməkdir? Ətraflı. Bu sağda görsüz gəldi. Belə bir pəncərə asıldı. Hətta bunu buradan aktiv, deaktiv eləmək olar. Sağda details var, gördünüz. Faili seçəndə fail haqqında məlumatlar gəlir. Fikir verirsiniz. Yəni ətraflı bu deməkdir. Details rejim budur. Bir də məsələn preview pane var. Preview pane məndə aktiv deyil. Yəqin ki, əməliyyat sisteminə görə problem olub. Normalda aktiv olur. Sadəcə məndə bu dəqiqə aktiv deyil o. O da ön görünüşdür. O da bir siz eləyir. Sənədin o ilk səhifəsi olaraq, elə bir ki, görünüş olaraq da oranı göstərir. Deməli, bu da belə. Sonra burada nə qaldı başqa? Bunu yığışdırım hələ ki. Növbəti show qaldı. Show'un içində nə var yollarsa? Navigation pane. Navigation pane haradır? Navigation pane sol tərəfdir. Təbii qovluqlar olan yer. İndi oranın işarəsini götürsəm, burada işarəsi var. Bacizat. Bacizat. Bir dənə də vursam show'un içində navigation pane'in qarşısına. Onu da göstərdi. Aydın oldu. Sonra nə var? Compact view. Compact view nədir? Vururam. Elə bir ki, fikir versiniz, compact, yəni olaraq da elə bir ki, nətər deyim sizə, müəyyən bir formada sıxlaşdırır da. Aydın oldu yollarsa. Compact yəni bir yerə yığmaq kimi sayılır da elə bir ki. Müəyyən forma, bu işarəsini götürsəm, böyütdü elə bir ki. Fikir verdiniz.
Bak kompaktı vuranda sıklaştırır biraz. Hətta aşağıda görsən. Bax bu Z-Space, C-diski, D-diski. Bax bunlar da görsən. Amma normalda onlar görsənmirdi. Bax bir dənə baxın. Onlar aşağıda qaldı. Görsənmir. Sonra nə var bunun içində? Item check boxes yazılıb. Buna vururam. Fikir versiniz, kvadrat formalı seçimlər gəldi bax. Faylların önünə. Bax gördünüz. Ya, tamamilə seçə də bilərik. Hamısını birdən seçməyə də bilərik. Məsələn, hamısını seçib silə bilərik. Nə adını dəyişək və s. Əməliyyatlar var. Ya seçim şanslarıdır elə ki, yollar sarı. Fərqli bir seçim haqqı. İşarəsini götürsəm onu heç nə götür. Sonra file name extensions var. Bax bu dəqiqə görsənir. Nədir o file name extensions? Faylların ad genişlənməsi. docx, pptx, xlsx, pub, bunlar görsənir. Çünki onun qabağında işarəsi var. İşarəni götürsəm, bax yalnız faylların adlarını görürsünüz. Fikir verirsiniz. Görünmədi. Aydın oldu yollar sır. İşarəsini vursam qabağına, amma gəldi da yəni məlum məsələdir. Növbəti hidden items. Faylları gizlədə bilərik. İndi bu maraqlı bir komandadır. Məsələn, mən burada kitab pptx faylını seçirəm. Hidden items. Bunu gizlətmədi. Niyə? Yəni tam olaraq itirmədi də buradan. İndi o niyəsini görəcəyiz. Deməli yoldaşlar, mən bu gəlirəm hara? Bu 3 düymə var burada. Bunu görürsünüz. 3 düymə. See more. Yəni daha çox. Bax burada property var, options var. Options. Options'a vuranda belə bir pəncərə açılır. Folder options adında bir pəncərə. Burada view hissəsində fikir verirsiniz. Don't show hidden files. Yəni gizlədilmiş faylı göstərmə. Əslən seçilib bu. Onu da niyə gizlətmədi maraqlıdır. Amma bir də belə bir şey var ki, gizlədilmiş faylı göstər. Düzdür, bizdə göstərirdi məncə. Onu orada gizlətmədi. Görə bu niyə gizlətməyə çalışmır burada bu? Hə, yaxşı, tutaq ki, gizlədilmiş kimi qalıb. Gələm options'a, view hissəsinə. Hə, bax. O deməli aktiv olmayıb deyə yoldaşlar. İndi gəlib aktiv eləyəcəm. Mən qeyd olunur ki, burada show hidden files. Amma mən birincini seçməliydim. Bayaq birisi niyə birinci görsəndə? Çünki mən onu orada hidden eləməmişdim. Hidden'ın sonradan qabağına işarə vuruldu. İndi okey eləyirəm. Yeniləmə aparaq bir dənə. Dəqiqə gizlətmədim mən. Bir dənə yenidən daxil olaq. Bir dənə mən burada hidden. Ha, bunun qabağında ha, bax. Gizlətmədim onu. Tamam gözlüyüm. Böyle nədir bunun problemi? Bir yana avtomatik gəlib düşüb ora. Apply OK. Ne imkan vermədi buradakıları gizlədim. Gəlin belə eləyək. İş masasına bir dənə fail götürün. İş masasına bir dənə fail. Deməli yoldaşlar qulaq asın. Sağ düymə vururam. Sağ düymə. Show more eləyirəm. Burada properties'dən hidden eləyirəm. OK. Bax gizlətdi faylı. Bax o faylı gizlətdi bax. Apardı. İndi mən o faylı necə gətirə bilərəm? Girəm hər hansısa qovluq pəncərəsinə. Burada 3 düyməni vururam. Options. Burada show hidden faylı seçirəm. OK. Bax gətirdim. De buradadır. İndi amma solğun görsənir. Niyə? Sağ düymə vurub, properties eləyib. İşarəsinin qarşısını götürürəm. Payını düzəltdi. Yəni sənə falicizləri göstərə bilərik. O qovluqda eləmədi. Yenidən eləyəcəm onu. Qovluqda eləmədi. Amma iş masasında elədi. Falicizləri göstərdik.
İş masasında elədi. Qovluqda niyə eləmədim? Maraqlıdır. İndi orada yenidən onu denemeye çalışacağım. Sağ düğme bəlkə kontekst menüsünə eləyim bunu. Kontekst menüsünə hidden eləyirəm. Hə, indi fərqini görəcəyik ben. Gələ kontekst menüsünə eləyərdim. O kontekst menüsünə imkan vermədi eləməyim. Properties. Yo, daha doğrusu options. Bax, kitab pptx failini gizlədəcək indi. View'da don't show hidden files. Fikir verin, gizlətdi bu. İndi gətirmək üçün bu üst düyməni vururam. Options. View'da show hidden files. Və gətirdi. Amma solğundur. Niyə solğundur? Gələ kontekst menüsündən propertiesdən hidden qarşısının işarəsini götürək. İşarəsini götürsəz normala gəlir. Yadda saxlayın. O da var ha suallarda. Failin solğun olmasına səbəb 2 dənə səbəb var. Biri katdır. Kat eləyəndə. Yəni biraz solğun görsünlər, fikir verirsinizsə. Bir de hidden'dır. Onu da yadda saxlayın yoldaşlar. Failin solğun olmasına 2 səbəb var. Biri katdır, bir de hidden'dır. Aydın oldu. Onları yadda saxlayaq. Deməli bu da belə. Növbəti nədən danışacağıq başqa? Gəldim burada bu 3 düymədə görək nə var başqa. Undo əmri var. Undo əmri nə iş görür? Bıraq görə nə edəcək? Qovluğun adının stalesini yazmışım. New folder elədi. Niyə? Deməli undo əmri nə edir yoldaşlar? Sonra da redo gəlir. Undo Ctrl Z də Word-də demişdik. Redo isə Ctrl Y-dir. Yəni undo sonuncu əməliyyatı ləğv eləyir. Redo isə ləğv olmuşu geriyə qaytarır. İndi redonu vururam. Pastali sizə əvəz elədi. Yəni undo o anda sonuncu əməliyyatı ləğv etdi. Redo isə ləğv olmuşu geri qaytardı. Sonra compress to zip fayl yazım. İndi istənilən faylı seçirəm. Bunu vururam. Deməli yoldaşlar, həmin failin adına uyğun zip yarattı. Qovluğu yarattı, gördünüz. Failin adına uyğun zip qovluğu yaradır. İndi faillə bunun içindədir. Slashlarıb da elə bir ki, müəyyən qədərdən. Aydın oldu. Bax yazıb burada hətta. Ratio deyəsən onun faizini göstərir. 20% slashlarıb. Fikir verdiniz. Arxivləşmə budur. Amma burada belə bir şey gəldi yoldaşlar. Fikir versiniz. Extract all. Extract all vururam. İş masasına atacaq indi bu failin şeyini. Ya da istəyirsiniz buranı seçin. Buranın neydi bura? Sınav qovluğuydu. Sözüm dənə. Select folder. O görmüş select folder, extract. Ha, bura ata bilmir bə. Error verir. Onda ne eləyə bilərik? Extract all vururam. Bayazı burada C-disk, user, desktop, magister, snack, mikrofon. İndi bunu iş masasını görəcəksiniz. Okey. Bax. Bunu yeni bir qovluq olaraq gətirdi sizi burada. Tamam deyim də sizə. Yox, de burada çıxartdı bax. Öz qovluğumuzda mikrofon qovluğu adında çıxartdı. Fikir verirsiniz. Yəni extract all o deməkdir ki, olduğum qovluqda mikrofon adına qovluq yaratdı və onun içərisinə həmin faili gətirdi. İş masasını məncə atmadım. Yox, iş masasında yoxdur. Elə olduğumuz yerə atdı. Fikir verdiniz. Bax, indi sonradan gəldi də bu. Extract, yəni çıxardırdı elə bir ki, arxivdən çıxartdı olduğun yerdə. Sonra nə eləyə bilərik? Bu üç düymədə. Add to favorites. Bu şeyde yollasın. Sevimliler denir. Tabi biz orayla bir ki en çok görünenler, istifadə olunanlar. Ora ata bilər. Biz en çok qovluqları ora ata bilirik. Amma failləri ora atır da. Faillarda belə gəlir. Amma qovluğu seçəndə pin to quick access gəlir. Qovluğu seçəndə bilirsiniz yəni pin to quick access gəlir. Çünki quick access bu sol tərəfdir. Qovluqlar fikir versə bura sancaqlanıb. Və qarşılarında sancaq işarəsi var. Hətta Stalitsin qovluğu da ora sancaqlanıb. Və burada da aşağıda var.
Qarşısına sancaq işarəsi var, görürsünüz. Əgər istəmirəmsə, üzərinə sağ düymə vururam. Stalisin üzərinə sağ düymə. Unpin from quick access. Unpin eləsəm buradan çıxardılır. Amma qovluğu sesi pin to quick access eləsəm, yenidən bura pin eləyir. Amma unpin eləsək çıxardır təbii ki. Növbəti copy paste. Yolu kopyalaya bilərik. Qovluğun və ya faylın. Copy paste eləyirəm yoldaşlar. Faylı seçib. Bu yol var ya burada yuxarıda yazılan. Faylın tamamı. Onu kopyalayır. Gəlin onun fərqini necə görək? Bir dənə Word açıram. Bir dənə Word açıram. İndi paste eləyirəm. Fikir verin. Faylımız buydu da kitab.pptx. Burada yazıldı yoldaşlar. Faylı budur. Bu faylın yolunu. Yəni belə deyək ki, əslində yolu deməzdim, tam yolu. Çünki faylın özünə kopyalayıb. Failin özünə kopyalayıb. Bu belə. Burada bu qaydada bunu görə bilərik. Bunu bağlıq elə keçsin. Sonra üst düyməni vururam, nə var? Select all. Select all nə deməkdir? Burada bütün nə varsa hamısını seçir. Yəni Ctrl A-dır da. Ya bu dəqiqə bu qovluqda nə varsa hamısını seçir. Sonra select none var. Yes-ని seçməsin. Bir də inverse selection var. Bu nə üçündür? Məsələn, failin birini seçirəm. Ctrl basılı saxlayıb aşağıdakı tabel adına faili seçirəm. İndi yoldaşlar, inverse selection buranda nə edir? Seçilməyənləri seçir. Yəni bu iki dənə faildən başqa digərlərini seçəcək. Fikir verdiniz. Aydın oldu. Inverse selection seçilməyənləri seçir. Yəni sən bir dənəsini seç. Inverse selection vursan, o bir dənədən başqa hamısını seçir. Sonra nə qaldı burada? Properties. İstənilən faili seçirəm. Properties nə deməkdir? Xüsusiyyətləri açılır. Failin adını buradan da dəyişə biləriz. Sonra type of file. Failin tipini görə bilərik. pptx. Başqa bir proqramdan aça bilərik. Location'ını görə bilərsiniz. Failin ölçülərini görə bilərsiniz. Diskdə olduğu ölçüsü. Bu təbii ki boş bir faildir. Ona görə ölçüsü 0 yazıb. Amma dolu fail olsa fərqini görəcəkdik. Yaranma tarixi, dəyişdirilmə tarixi. Bunları görə bilərik. Sonra failin atributları read-only'dir, hidden'dır. Hidden'ı bayaq elədik, gördünüz əgəc. Read-only'ndə yadınızda 0 göstərmişdik. Failin xüsusiyyətlərinin əsas bunlardır. Sonra yoldaşlar, options'da vuranda belə bir pəncərə açılır. Bunu bayaq düz açsın, mən sizin üçün folder options. Burada view sitəsində olan bu show hidden files, bir də don't show hidden files. Bunlar dedik əsas. Sonra burada nə deyəcəm sizə mən? Deməli burada belə bir şey var. General sitəsində. Open its folder in the same window var. Bir də aşağıda its oven window var. Məncə same eyni deməkdir. Oven başqa, düzdürmü? Başqa pəncərədə aç. İndi bu nə eləyir? Məsələn, seçirəm qovluğu. Burada ikincini vururam. Open its folder in its window. Yox, daha doğrusu seçirəm. Bir dəqiqə yoldaşlar. Deməli, options. Bax. İndi mən o Stalisin qovluğunun üzərinə vurdum. Görün nə oldu, Stalisin qovluğunun üzərinə vurdum. Stalisin öz pəncərəsi asıldı ayrıca. Bu bizdə niyə ayrıca asıldı? Çünki mən orada ikincini seçdim ki, its oven window başqa pəncərədə açsın. Amma birincini seçsəydim, same window. İndi mən Stalisin üzərinə 2 dəfə vururam. Fikir verirsiniz. Niyə başqa pəncərə kimi açmadı? Sadəcə burada irəli-geri keçid eləyə bilirik. Bilsin yəni. Çünki eyni pəncərənin içində açılsın. Fərqi buydu. Biri var başqa bir pəncərədə açsın. Bir də var ki, olduğu öz pəncərəsində açılsın. Yəni burada bu başqa pəncərədə açmağı nəzərdə tuturdu. Çünki mən Stalisin üzərinə 2 dəfə vuranda başqa pəncərədə açır. Fikir verdiniz. Bu belə. Növbəti başqa nə qaldı burada?
Biz normalde faillerin qovluqları üzerine iki dəfə klik eləyəndə asılır da. Double click. Aşağıda da yazılıb. Double. Yine ben single click seçirəm burada. Single. Birincisini. Okey. İndi bir dəfə vuran kimi açılır. Fikir verdiniz. Bir dəfə vuran kimi fayl açıldı. Bir dəfə vuran kimi qovluq açıldı. Yəni artıq bir dəfə vuranda açılır da, iki dəfə vuranda yox. Bildiniz? Optionsda və double seçirik. Biz adətən öyrəşmişik iki dəfə vurmağa. Ona görə mən iki dəfə ilə seçməliydim. İki dəfə vuram açılır. Ya biri var iki dəfə klik eləyəsən açılsın, bir də var ki bir dəfə. Fərqi budur. Sonra burada yoldaşlar o bayaq şey göstərdim mən sizə. Recent, file, frequent. O bu bir sizə hansıdır? Mən qayıdıram ən şeyə əvvələ. De bu bura yox, File Explorer açıram. Bax. Burada şey gəlirəm. Tez açdığımız qovluqlar, sonra recent, son açdığım fayllar. Bunların hamısını burada sıfırlaya bilərik. O options'ı vururam. İşarələrini götürürəm qarşısından. İndi o birisi də var, Office.com. Okey. Bax, fikir versiniz, son açılmış faylları yığışdırdı. Bunlar bizdə niyə qaldı bu qovluqlar? Çünki bunlar bura pin olunub, sancaqlanıb. Amma sancaqlanmayanları çıxartdı da, yəni. Sancaqlananları saxladı. Qalanların hamısını çıxartdı. Aydın oldu. Amma işarəsini vursaydım qarşısına bunların. Məsələn, mən nə eləmək istəyirəm? Tutaq ki, bir dənə fayl açaq. Bir dənə fayl açaq. Bu Word sənəd. İndi bunu bağlayıram. Bax, fikir verin, gəldi bu. Gördünüz. Yəni, son açılmış hissələri elə bir ki, sıfırlaya bilərsiniz. Aydın oldu. Sıfırlayıb yenidən gətirə bilərsiniz. Bu qayda mümkündür. Sonra bunlar da belə başqa yollarsa burada nə qaldı optionsda? Yəni bizə vacib olan. View'dan bunlar dedim. Bir də gəldim burada. Bir də gəldim burada aşağıda. Vəziyyət sətri var. Hansı ki sınaqlarda da vardı dekabr ayı ərzində. Vəziyyət sətri bu aşağı sayılır. 92 items yazıb. 92 items yazıb. 92 items nə deməkdir? Yəni hal-hazırda bu qovluqda biz bu dəqiqə hansı qovluqdayıq? Magister qovluğu. Onu ən son buradan görmək olur. Yəni ünvan sətrindən və yaxud dərsini görmək olur ki, bu dəqiqə biz bu qovluqdayıq. Və bu dəqiqə bu qovluqda 92 element var. Bu mənası o demək. Deyə bilməzsiniz 92 fayl və ya 92 qovluq var. Niyə? Çünki burada fayl qovluqlar qarşıdır. Konkret deyə bilməzsiniz fayl var və ya konkret deyə bilməzsiniz qovluq var. Çünki hal-hazırda qarşılıq gedir vəziyyət. Bu belə. Sonra nə var başqa? Hətta burada biz hər hansısa birini seçəndə o seçilmiş faylla bağlı məlumat da görsən. Yazıb bir item selected 20,7 kilobayt ölçüsünə göstərir. Bu qaydada. Sonra sağda nə görə bilərik? Sağda görünüş rejimləri var, 2 dənə. Biri detallı rejimdir hal-hazırda. O birisi isə ekstralarız. Bu bayaq mən sizə görünüşlər dedim burada. Ballarınızı seçib görürsünüz. O birisi isə detallı rejimdir. Buradan vurub fərqini görə bilirsiniz üzərinə. Sağda 2 dənə görünüş rejimi var. Detallı rejim, bir də large, yəni böyük rejimlər. 2 dənədir. Qalanları qeyd olunmuyor. Qalanlar buradadır. Amma sağ aşağıda yalnız ikisi qeyd olunur. Yalnız. Bu da belə. Sonra burada yollarsa nə var başqa? Libraries qovluğu var. Bax, burada ZSpace-dir, sol aşağı üçüncüdə. ZSpace-də hal-hazırda 2 dənə disk var. CD diskləri. Libraries-də 4 dənə əsas qovluq var. Mən bunları qeyd kimi yazmışam. İndi material göndərəni görəcəksiniz. Documents, music, pictures, videos. Bax, librariesinin içərisində 4 dənə əsas qovluq var. Yadda saxlayın bunları. Document, music, pictures. Yəni bildiyimiz şəkillərimiz, musiqilərimiz, sənədlərimiz bunlardır da. Network'dur. Bu da şəbəkə qovluğudur. Burada heç nə yoxdur demək olar ki. Yəni əsasən komitələr bir-birlər şəbəkədə qoşulmaya istifadə edir. Sonra nədən danışacağıq başqa? Bu File Explorer dedik demək olar ki.
Ya bununla bağlı vacib olan məqamları gözdən keçirdik. Sonra yoldaşlar, gəlin burada fail qovluğu üzərində əməllərdə var. Düzündə bəzi məqamları biz dedik onsuz da. Bəziləri qalıb. Cut copy-ni dedik. Cut copy paste. Ümumiyyətlə fail qovluğu üzərində əməllərdə onları dedik demək olar ki. Kontekst menyularından bağlı danışacağıq. Deməli, kontekst menyuyu yoldaşlar. Ya sağ düymə vurub basa bilərsiniz kontekst menyunu. Aydın oldu. Mouse'un sağ düyməsi. Ya da hər hansısa faili seçirəm. Faili seçirəm. Qocuğun bu əvvəlki versiya ödənilirmi? Shift F10 vurub basa bilərsiniz. Klaviaturada Shift F10. Aydın oldu. Ya klaviaturada Shift F10 vurub basa bilərsiniz. Ya da ki, mouse'un sağ düyməsini vurub basa bilərsiniz. Aydındırmı? Belə bunlarla mümkündür göstərmək. Bir də artıq indiki bu kontekst menyularda belə bir anlayış da var ki, burada show more options var, görürsünüz. Bu da yeni bir komandadır. Artıq onu vuranda daha da içərisində yeni əlavə komandalar açılır. Elə bir ki, bu da bir növ kontekst menyu rolunu daşıyır da. Show more options. Növbəti yollarsa nədən danışacağıq başqa? Gəlin burada indi failin kontekst menyusuna görə baxsaq əgər. Failin kontekst menyusuna görə baxsaq. İstənilən fail seçirəm. Sağ düymə vururam. İndi verəcəyik tələsməyin. Sağ düymə vururam, cut var burada. Cut'ı yəqin ki bildiniz. Ctrl-X yer dəyişmədir. Kopya, copy köçürmək. Kopyasını yaradacaq burada. Eyni şeydir. Bayaq qovluqda nə dedim? Eyni şeydir. Rename F2 failin adını dəyişirik. Sonra share paylaşmaq, delete silmək. Yəni deyəcəksiniz ki, ay müəllim, bunlar burada varsa da qovluqda niyə deyirdik ki? Aydındır. Burada da var, da yoldaşlar. Eyni şeydir. Bax, bunlar idi. Eyni. Yəni düzdür, eyni şeylərdir. Sadəcə iki yerdə yerləşir. İndi mən burada adi failin kontekst menüsünə icra eləmək var. Bir də komanda kimi yerləşmə var. Open fayl açmaqdır məlum məsələdir. Sonra OpenViz faili başqa bir proqramda açmaqdır. Send to my phone. My phone vuranda yoldaşlar. Belə bir şey açılır. Fikir verirsiniz. Burada Android və ya iPhone özünüz seçə bilirsiniz. Yəqin ki, faili paylaşmaqla bağlıdır bu. Belə. Bu da yeni gəlib. Məsələn, əvvəl yox idi Windows 10-da səhv eləmirəmsə. Share viz var. Başqa nə ilə paylaşmaq. Bu sevimlilərə əlavə etmək. Bu nə rol daşıyır bilmirəm o qədər. Yəqin ki, vacib olan fayllar içərisində. Kompres bilirsiz nədir? Zip, sonra rar və s. arxiv faylinə çevirmək. Failin kopyasını bayaq göstərdik. Yolunun kopyasını çıxartmaq. New-da yeni qovluq fayl qısa yol yaratmaq. Properties xüsusiyyətlərdir dedik. Sonra copilotu bildiniz də süni intellekt. Edit in notepad. Notepad-da aça bilərik faylı. Əgər failin içində yazı var idisə. Birbaşa notepad proqramını açır. Nəsə gəlmədi burada yoldaşlar hal-hazırda. Hal-hazırda heç gəlmədi. Gəldi buradan nəsə fırlanır. Yəqin ki, içərisi boşdur. Yəni, bilməm nəsə gəlmədi heç. Burada nəsə göstərdi, amma tam da ətraflı olmadı. Show more options vursam xüsusiyyətlər içərisində açılır, amma eyni şeylərdir onsuz. Qısa yolun falan da yarada bilər, hətta failin. Belə. Failin kontekst menüsü haqqında bunları qeyd elədik. Növbəti iş masasının kontekst menüsündən danışacağıq. Bunun üçün iş masasında boş bir yerdə sağ düymə vurursunuz. Bunun haqqında indi danışacağıq. Yaxşı, şimdi belə bir şey eləyək. Deməli, 3-4 dəqiqə kimi fasilə eləyək, sonra davam edək, yaxşı. Mən testi də bir dənə gətirmişsə, ya, testi var bunun. Testi bir dənə atım ekrana, orada mən sizə suallar göstərəcəm də.
Müəllim, close tab bir alt F4 idi. Digəri nə idi bəs? Control nə? Ctrl W. Tamam. Yaxşı yoldaşlar, davam eləyək. İndi mən sizdən bir neçə suala baxım. Məsələn, 119. Özü qəbul sualdır ümumiyyətlə. Deməli, aşağıda verib uyğunluq sualıdır. 1. İç-içə yerləşmiş qovluqların hər birinin ayrı pəncərədə. Ayrı deyirsə, onda open window. Çünki başqada yəni. Əslində tərcüməni də tutmaq olar ha. Amma eyni pəncərədə eyni bir. Bu C oldu. Bir də faylların ad genişlənməsi, o da bilirsiniz də, burada view sitəsində idi. Bayaq dedim. Bu da oldu A. 1D, 2C, 3A. Baba qayda göstərə bilərik. Sonra növbəti düzündə elə şeylər var, elə deməmişik. Məsələn, 126 keçən dəfə demişdik. 126-nın cavabı nə olacaq? Keçən dərs aid idi. 2'yi 3. Bir də tapşırıq panelin üzərində müvafiq düzdür, değil mi? Müvafiq bilsiz nədir? Elə startın öz düyməsidir də. O müvafiq düymə elə startın öz düyməsidir yoldaşlar. Taskbarda var axı bu.
Aydın oldu. Sonra dediklerimizden ne var başka? Şimdi her şey var demedi ya lan. Bize de içi kat olmuş abiyetten nesne ve istifade edemiyorlar. Katı nesne ve yapıştırdı. Bir defa. Silinene kadar. Yo bir defa. Bir Silene defa. kadar kopyaydı. Hı. O kopyaydı. Sonra yaxşı. Kocanın burada başka bize ait olan ne var? Deməli. 111 ne var? 111. Bir neçə pəncərənin ekranın müxtəlif bölmələrini asanlıqla yerləşdirmə imkanı və Windows 11-ə xas olan funksiya. Demişdik ya yoldaşlar. Snap Layout, bəli. Snap Layout yadda saxlayın. Sonra yoldaşlar buna deyəcəm bu 116 tipli sualı. Bizə deyir ki Windows plus 4 klaviatura kombinasiyası icra olsa nasıl olacaq? Yeni qulaq asın. Burada biz nəyə əsasən baxır buna? Ya Win düyməsinə. Məsələn, mən tutaq ki, özümdə Win3 vururam. Win3 vuranda səyahət double snipping toolu. Çünki bundan sonrakına baxır da elə bil ki, bu şeydən sonrakına. İndi bura kopilot da var. Yəqin ki, ola bilsin ki, kopilotu da nəzərə alır. Kopilotu nəzərə almasaq, kopilotu sonradan gətirə bilərik də. Win 4 vuranda 1, 2, 3, 4. Gəlib zoom-a düşür onda. Zoom açacaq. Aydın oldu. Zoom açacaq onda. Müəllim, bir də deyə bilərsiniz. Bax, özündən sonrakı elə bir ki, Windows aid olan şeyləri nəzərə alsaq. Windows aid olan. Məsələn, mən kopilotu ora bir dənə bərkidim görüm. Bəlkə ona görə. Dəqiqə. Görüm o nəzərə alınacaq mı? Bax. İndi deyəcəm. Klaviaturada Win tutaq ki 3 vururam. Özümə görə, öz kompüterimə görə. Hə, kopilotu nəzərə almadı. Bax, şey yazır, PDF-i göstərdi. Elə bil ki, bu startdır, axtarışdır, bir də bu şey var ha, yeni iş masası yaratmaq. Bunları Windows'un əsas düymələri kimi nəzərə alır. Sonradan aşağıya gətirdiklərimizə görə, məsələn, 4 nə demək? 4-cü ara düşür. Birinci budur, ikinci budur, üçüncü budur, dördüncü budur. Gəlib zoom-a düşür, zoom-a açacaq. Məsələn, mən özümdə Win 4 vursam, şey yaz, snipping toolu. Bir də məndə baxın aşağıya. Məndə niyə olan açsın? Çünki deməli 1, 2, yox daha doğrusu 1, 2, çünki kopilotdan başlayır, elə bil ki, süni intellekt. 1, 2, 3, 4-cü bura düşdü. Şeydən o tərəfə baxır da, buradan o tərəfə. Çünki onlar biz oradan o tərəfə niyə baxır? Windows'un əsas elementləri sayılır, ona görə. İlk 3 qaldı, çünki onlar Windows'un əsas elementləri də əməl etsin. İndi baxacağıq. Yo, WinV şeydir, mübadilə buferini aktivləşdirir. WinV yoldaşlar, mübadilə buferini aktivləşdirir bu şeydə. %17. Düz onu deməmişlər biz demək olar ki. WinV-ni vuranda mübadilə buferi. Mən şey kopyalamışdım bayaq. Failin yolunu, seriski, users, görsünüz gəlib bura düşür. Çünki kopyalanan şeylər mübadilə buferinə düşürdü ona görə. Clipboard. Clipboard history. Yazılıb burada. Burada ama məsələn şeylər də var. Animasiyaları falan keçə bilərik. Mübadilə buferi hissəsi ayrıdır elə ki bunlar. Win H-ı vuranda de budur. Microsoft Speed Service.
Səsli şey aktivləşdirir. İndi bura səsi vuranda yəqin ki, nəsə danışacaq, siz onu asacaq. Ola bilsin ki, hər hansısa faili və s. Heç mən də yoxlamamışam bunu hələ. Windows H. Yadda saxlayın. Bağlayaq. Windows neydi? Windows görün burada var mı? Windows şey asır, xüsusiyyətləri. Settings. Copilot asır da elə bil ki. Xüsusiyyət deyəndə copilot as. Süni intellekt. C ilə başlayaq onun ilk hərfi. Ctrl H burada yoxdur yoldaşlar. Ctrl H yadınızdasa Word-də idi. Və Alt V qaldı. Alt V-də nə edir? Alt V məncə görüntünü aktivləşdirdi. Vuran kimi göstərir. Belə. Bəli, orada xəncər şəklini ekrana qoymuş. Profil. Burada bəzi məqamlar var. Görüyorlar. İndi uyğun olan şeylərin hamısını deyəcəm sizə, göstərəcəm. Növbəti iş masasının kontekst menüsünə gələn yoldaşlar. Deməli, bəli. İş masasına boş bir yerdə sağ düymə vururam. View. Bax, burada da görünüş formaları var. Large ən böyük göstərir. Medium orta. Small kiçik. İndi medium eləyə saxlayaq. Sonra növbəti burada nə var? After range icons. Nə üçündür? Məsələn, faillərin arasını bir yerə atıram. Yine sağ düymə vururam. After range icons vuranda hamısını sola birbaşa. Hamısını sola yığır. Elə bir ki, avtomatik sola yığır. Bunun işi bundan ibarət. Aydın oldu. Yo, bu gün bitəcək. Avtomatik sola at. Yine sağa gətirə bilmirəm. Gələ işarəsinin qarşısına götürəm. Götürəndən sonra hara istəyirsiniz apara bilərsiniz. Növbəti align icons to grid var. Bu nə üçündür? Məsələn, faillər bu dəqiqə tor xəttindədir. Çünki grid tor xətt deməkdə Word-də var idi. İşarəsini götürürəm. İndi üst-üstə də qoya bilərəm. Fikir verirsiniz. Aydın oldu. Amma tor xətti rejiminə salsaq, onda üst-üstə qoya bilmirsiniz. Aydın oldu. Onda üst-üstə qoya bilməyəcəksiniz. Növbəti nə var? Show desktop icons. Hamısını gizlətdim. Bir dənə də vursam, hamısını göstərdi. Bu qaydada. Sonra sort by nizamlama. Bunlar yadınızdasa bayaq dedik. Yəni, qovluqlarda nədirsə, burada da eyni şeydir. Yəni, neyimi vursam, yenə iş masasına görə sıralayır. Fikir versiz dəyişirlər gedir. Bu qaydada. Sonra refresh yeniləmədir. F5 məlum məsələdir. Undo Ctrl Z. Bununla bayaq dedik. Hansı ki, nəyisə geri qaytarır, sonra bərpa eləyir. Bu şeylər üçün idi. Sonra nə var? New'dur. Qovluq, qısa yolu fail yarada bilər. Yenə eyni şeylərdir bu. Bir dənə display settings artıq burada fərqlidir. Yine bunu vururam. Display settings'də nə edə bilərik? Ekran ışığını artırıb azalda bilərsiniz. Sonra gecə rejimini tənzimləyə bilərik. Night light. Color profil. Vururam. Profildə yəqin ki, nəsə dəyişiklik yapara bilərik. Burada yazıb ASDR, SSDR, SSDR. Yəni profilin şeyini dəyişmə var. Yəqin içində range formatını, görünüşünü belə deyək. Sonra növbəti burada nə var? Bu SDR demişdim mən sizə yadınızdasa, CD istifadə olunurdu oyunlarda. Növbəti yoldaşlar, burada scale var, miqyas dəyişə bilərik. Məsələn, 175% vururam. Fikir versə yaxınlaşma oldu bax. Ekranda yaxınlaşma, miqyas da. Amma 125 arasam normal vəziyyətdə qaytardı, düzəltdim. Dəqiqə. Sonra nə var başqa burada? Ekran ölçülərini dəyişə bilərik. Resolution. Ekran ölçüsü məndə maksimum 1920-1080-ədir. Bir sizə bunlar piksellər sayılır. Burada istənilən birini vura bilərsiniz. Keep eləsəm saxlayır bax.
Yəni ölçü də yoldaşlar. Ölçü də təsir edir. Miqyas qədər demək olar. İndi miqyasa görə miqyas başqadır təbii ki. Miqyasla bunun arasında fərqi var. Sonra nə var burada? Orientasiya var. Display orientation. Məsələn, portret. Ekranı tərs çevirdim. Fikir verirsiniz. Sonra nə var başqa burada? Yəni ekranı müəyyən formalarda çevirə bilərik. Bunun burada dərəcələri var. Sonra burada şey də var. Multiple display var. Bu multiple display bilirsiz nədir? Bunu indi görə bilmərsiniz fərqini. Bunu nə vaxt görə bilərsiniz? Hansı ki, məsələn, bir neçə monitor qoşub görülə bilər fərqi. İndi ola bilər də yan-yana bir neçə monitor qoşularsınız. Onda fərqini görmək olar. Çünki sırf bir neçə monitor qoşulanda onun əsaslı formada işləməyini görə bilərsiniz. Sonra növbəti nə qaldı bizdə başqa orada? Sağ düymə personalize. Personalize yoldaşlar, ilk öncə nə edə bilərik? İş masasının fonunu dəyişə bilərik. Rəngini və ya şəklini. Rəng kimi də dəyişə bilərsiniz. Burada color var. Amma background vurub şəkil kimi dəyişə bilərik. İndi ya öz şəkillərimizi gətirəcəyik, ya da ki de burada da şəkil şeyləri var. Versiyaları. Buradan da vurub gətirə bilirəm. Bu qayda. Bir dəfə vuran kimi dəyişir. Ya da ki, buradan öz şəkillərimizdən gətirə bilərik. Ta ki, məsəl üçün belə bir şəkil gətirdim. Combo menu, mərci dönər ayıran. Bu qaydada belə bir şəkil gətirə bilərik. İndi ekran şəklini bu qaydada saxlaya bilərik. Ya da ki, başqa bir şəkillərə vura bilərik. Ləvənci falan da var. Menyuda. Bunlar belə. Şəkillərini dəyişə bilərsiniz. İndi əvvəlki şəkilə qaytardım. Ya da hətta burada şey də vardı. Rəng də verə bilərik. Məsələn, sırf qara rəngi olsun ekran. Fikir verirsiniz. Bunlar da mümkündür yoldaşlar. Bunlar da eləyə bilərsiniz. Ya da slideshow da eləyə bilərik. Slideshow nə deməkdir? Məsələn, bir neçə şəkil vuran kimi bir neçə dəqiqədən bir özü dəyişsin ekranda. Bu mənada bildiniz. Bəli. Belə. Sonra yoldaşlar, burada nə var? Yəni, temalar, elə bildiyimiz bu temalardır. Belə bir temalar var burada. Sonra burada dinamik light yazılıb. Yəqin işıqlandırma ilə bağlıdır. Çox güman ki. Aktiv seçilib olsa, tam rejimi seçilib. Sonra növbəti burada nə var? Lock screen var. Lock screen nədir? Vururam. Lock screen-də yollarsa nə edə bilərik? Ekran kilidi. Ekran kilidində nə şeyini dəyişə bilərsiniz, şəklini? Aydındır. Ekran kilidinin də şəklini dəyişə bilərsiniz. İstənilən bir şəklə vursunuz dəyişirsiniz, ya da ki, öz kompüterinizdən gətirə bilərsiniz. Bir də burada aşağıda, bilmirəm sizə yox, burada screen saver var. Buna vururam. Screen saver'a vuran ki, belə bir pəncərə açılır. Screen saver settings. Bu məşqdə vaxtı bunu eləmişik. Mən də eləmişəm. Qocanım, siz eləmişsiniz mi onu? Gəlin burada üstə tekstdə. Preview vururam. Və ekrana yazı fırlanır. Görürsünüz Windows. Hətta o yazını da dəyişə bilərsiniz. Buna yoldaşlar, deyirik ekran qoruyucusu. Buna biz ekran qoruyucusu deyirik. Aydın oldu. Hətta burada başqa bir bubbles seçirəm. Bubbleslar da var. Belə bir formatda. Fikir verirsiniz. Bu qaydada. Buna biz deyirik, dediyim kimi ekran qoruyucusu. Ekran qoruyucusu demək ki, yəni ekranın kənar şeylərdən qoruyur da təsirlərdən. Bu qaydada. İndi bu sizdən zaman istifadə olunur. Məsələn, kompüterin ekranda heç bir iş görməsəniz. Tutaq ki də, silib rejimi kimi də yoldaşlar. Silib kimi bir növ. 5 dəqiqədən sonra ekranda yazı fırlanır. Sonra open in terminal var. Bu terminal şeydir yoldaşlar. CMD deyilir ki, hansı ki, buradan da hər hansısa qovluğu falan aça bilərsiniz, daxil ola bilərsiniz. Müəyyən şeylər var, onu yazırsınız. Kodlar, ona daxil olma olur. Show more optionsdakı elə xüsusiyyətlərdən onu dedik də. Dedik də nə olar ki. Növbəti nə qaldı? Failin kontekst menüsü, iş masası, bunları dedik. Növbəti burada deməli 3 dənə texnologiya var. Onlar deyim yoldaşlar. Bax, drag and drop var idi.
Bunu demiştik aslında biz bir defa. Drag and drop neydi? Sürüklemeyle failin yerini değişmek. Drag and drop budur. Sonra plug and play var. Buna demişəm səhv eləmirəmsə. Plug and play. Plug and play nə deməkdir? Qoş və işlət. Yəni yoldaşlar, burada nə edə bilərik? Biz hər hansısa qurğunu kompüterə qoşmaqla onun yəni qoşuruq və işlətməyə davam edirik. Elə bir ki, belə deyim də sizə. Məsələn, tutaq ki, mouse almışam hər hansı elektronika mağazasına. Gətirdim kompüterə qoşdum və istifadə edirəm. Yəni bu qədər. Plug and play budur. Burada elə bir ki, driverə ehtiyac olmur da bəzən. Bəzən driverə ehtiyac olmur. Və bir də OLED texnologiyası var. Bunu Word-da demişdik. Nəydi OLED texnologiyası? Kim deyər? Mən də bunların hamısını demişəm mən sizə. Bilmirəm, başım. Yox. O şeydi. O OLED değildi. OCI'ydi. OCI modeli. OCI. OLED neydi? Word'da Excel açırdık yoldaşlar. OLED odur Bir da. neçə obyektin birlikdə. Məsələn. Bir programın içində başqa bir proqramın imkanlarından istifadə. Word'da Excel açırdıq, nə bilim PowerPoint'da Excel açırdıq, Word açırdıq. Bunlar da proqramın içində başqa bir proqram pəncərəsindən istifadə. Yaxşı. Bunlar dediğim. Sonra kontrol paneldi. Budur. Kontrol panel idarə etmə paneli. Bunun üzərində daxil oluram. Biz elə buradan parametrləri, ayarları tənzimləyə bilərik. İndi burada sizə çox da geniş məlumat verməyib bunlarla bağlı. Bunda yoldaşlar 3 tane görünüş forması var. Hardan görə bilərsiniz? Sağda view by hissəsində burada yazılıb. Kategoriya, large icons, small icons. Yəni 3 tane görünüşü var. Kategoriya, large, small. İndi bunun 8 tane kategoriyası var. O kategoriyalar hansılardır? Bax, yaşıl rənglə yazılanlar. System and security. Burada nə eləmək olar? Sistemin təhlükəsizliyidir, RAM-ın prosesorun işləmə sürətidir. Sonra digər o slipdir, shutdowndur, hibernetdir, bunların tənzimləmələridir. Bunları buradan tənzimləmək olar, görmək olar. Şəbəkə və internetlə bağlı tənzimləmələr buradadır. Hardware and sound. Qoşulan qurğular, səsləri buradan tənzimləyə bilərik. Sonra programs. Kompüterdə indirdiğimiz proqramların hamısı burada yoldaşlar. Yadda saxlayın. Buradan istənilən proqramı silsəz var ha. Onu geriyə qaytarmaq olmur. Ancaq yenidən internetdən indirə bilərsiniz. Onu ancaq yenidən internet vasitəsilə indirə bilərsiniz. Amma geri qaytarmaq olmur. Hansısa bir yolla. User account istifarəçi hesabıdır. İndi məsələn istifarəçi hesabının adını dəyişə bilərik. Profil şəkil dəyişə bilərsiniz. Telefonlarda necədir? Bu da onun kimindir. Adını dəyişə bilərsiniz. Başqa hesab yarada bilərsiniz. Sonra appearance and personalization. Bura taskların xüsusiyyətlərini görə bilərik. Vuran kimi asılı. Hansı ki bunlarla bağlı sizə məlumat vermişdik yadınızdadırsa. Aydın oldu. Yəni task var and navigation'dır. Ease of access nədir? Məhdud imkanlı insanlar üçün istifadə olunur. İndi birazdan deyəcəyik yenə. File Explorer Options bunu bayaq tasmışdıq. File Options pəncərəsidir. Font tutacı şriftlərdir. Yazı şriftlərini görə bilərik. Bax burada yoldaşlar bunlardır. Bildiyimiz yəni şriftlərdir də. Yazı şriftləri. Aydın oldu. Burada görə bilərsiniz hamısını. Sonra nə var başqa burada? Saatdir, tarixdir, regiondur. Bunları dəyişə bilərik. Bu asan bir şeydir. Sonra bir də ease of access bayaq dediyimiz məhdud imkanlı insanlar üçün istifadə olunur. Yəni o şeydə də vardı, Word-da da vardı belə bir əmr. Gözdən zəifliyi olanlar üçün, nə bilim başqa bir səbəb varsa onun üçün. Yəni məhdud imkanlı insanlar üçün istifadə olunan komandalar var. Hansı ki burada səsli idarə etməni də aktivləşdirə bilərik. Burada səs falan da aktivləşdirir, kömək edir və ya ekran klaviaturasını yatıra bilərik. Yəqin ki, müəyyən bir kömək vasitələrdir də bunlar. Bu qaydada. Sonra başqa nə qaldı? Və bir də yoldaşlar, sonuncu olaraq bizdə orada belə deyim də o seyir səsi qaldı. Hansı ki
Standart proqramlar. İndi bir dənə görüm standart proqramlar sizə necə verilib. Əslində məndə o Windows aksesuarız falan onlar görürsün. Ha bir də yaşadım o düşdü. Sizə bir şey demədim deyəsən. Bir dəqiqə. Burada yoldaşlar bir şey yadımdan çıxdı demədim. Sağ düymə vururam. İş masasının kontekst menüsündə personalize girirəm. Personalize girirəm. Background hissəsində. Background hissəsində burada bir şey yadımdan çıxdı demədim. Biz ekrana şəkil veririk, düzdürmü? Məsəl üçün bu şəkildə combo menü şəkli. Burada yoldaşlar choose a photoda, daha doğrusu choose a fit for your desktop image. Burada sağda vururam. Bunların ekranda yerləşmə rejimləri var. Fill, feed, stretch, tile, center, span. Bunlar vacib daha, önəmlidir. İndi məsələn mən fit vursam, indi fikir verin bax. Bir dənə, gəlin belə eləyək. Buradan dəyişim fərqini görün. Bax şəkillərin, düzdür, tam da fərqini görmək olmur. Gətirdiyimiz şəkildən ayrıdır. Asıldır elə bir. Center. Fikir verirsiniz. Yəni şəkil ekranda necə yerləşirsə, span. Yəni şəkil ekranda yerləşmə xüsusiyyətlərindən asılıdır. Aydın oldu. İndi bəzən düzdür, elə şəkil ola bilər ki, onu görməyə bilərsiniz. Məsələn, mimoza salat gəlsin, qocanın bunun fərqini görə biləcəyik kimi. Bax, buna, məsələn, burada kənarlar qara oldu, bax. Stres eləsəm, bax, belə oldu. Sonra tile eləsəm, bax, belə. Fikir verirsiniz. Yəni, şəkil ekranda yerləşdirmədir. Bir də gətirdiyimiz şəkildən asılıdır. Çünki internetdən gətirdiyi deyə ola bilər ki, müəyyən tam formada bəzi səbəbləri göstərməsin hissələri. Bir dənə yoldaşlar, nə qaldı? Bir dənə nə qaldı? Deməli, Windows 11-də settings səsində dedik, standart proqramlar. Standart proqramlar qaldı. Onlara hardan daxil ola bilərik? Start menüdə all hissəsi var ya, burada all proqramlara girirəm. Burada aşağı düşürəm. Kocanın bizdə burada, yox, aşağı düşmürüm. Qalxaq yuxarı, bizə yuxarı hissədədir bu. Məndə buradadır, budur. Deməli, accessibility var, görürsünüz. Bunun kənarına vururam, kənarda aşağı işarə açılır. Burada proqramlar var. Magnifier, narrator, captions var, on-screen keyboard. Bunlar bilirsiniz nə sayılır? Standart proqramlar. Standart proqram nədir? Standart proqram odur ki, yoldaşlar, yəni belə deyək də, əməliyyat sistemin üzərinə gəlir. Yəni, mən bunları sonradan kompüterə yükləməmişəm. Bildiniz nə demək istəyirəm? Aydın oldu. Bunları sonradan kompüterə gətirməmişəm. Bunlar elə sistemin üzərinə gəlir. Bu captions nə üçündür? Bunu vuranda nəsə səsli, bəyəkçi o səsli aktivləşməni falan idarə etmək üçün deyəsən. Onun üçündür. Sonra orada başqa bizə vacib olan nə var? Müəllim, məndə orada accessibility həmin məsələn AutoCAD-dır, Adobe-dur, istifadə etdiklərimi orada göstərir. Əslində göstərməməlidir məncə. Çünki deməli bu onu göstərməməlidir. Bizdə onu göstərmir. Yəni standart proqram nəticə onları göstərir. Hətta AnyDesk-i də göstərir. Yox, onu göstərmir. Bizdə bax standart nədirsə, yəni hamımızda belədir. Hamımız dediyimiz, yəni bu materialı mən testə yığmamışam da, digər müəllimlər də. Çünki onların kompüterində eyni şeylər vardı, ona görə. Ya ola bilməz. O accessibility-nin içərisində olmaz ya o. Kənarında ola bilər. Ona qalsa access də göstərir. Amma sırf bunun içərisində ola bilməz. Bastım mən də belə göstərdi. Öyle göstərməli deyil. Yəni bizdə belə göstərir. Bəlkə sənə Windows Windows amma elə onda da belə idi. Ya da Windows onda bu yox idi. Windows aksesuarız qolluğu var ki, onun içərisində idi. Bizdə belə göstərir. Sonra yoldaşlar, nə deyəcəm başqa sizə? Bunu dedik. Bunu dedik. Yəni burada olan proqramlarda Magnifier bilirsiniz hansı? Lupadır.
Mən də həmişə yaxınlaşdırıb uzaqlaşdıram ekranı. Odur. Narrator bayaq səsli idarə etməkdə olsaydı var idi. Deməli, məhdud imkanlı insanlar üçün odur. On-screen keyboard ekranda klaviatura açılır, odur. Bir də voice access şeydir. Kompüteri səsli idarə etmədə istifadə olunur dediyimiz üçün. Bunlar eyni şeydir. Yəni mən bir də bunu istifadə eləmirəm bir dəqiqə. Yəni vacib deyil bizim üçün, amma səsli idarə etmək üçün. Bir də yoldaşlar, burada digər proqramlarda var. Hansı ki kalkulyatordur, kalendardır, kameradır, Copilot falan. Bunlar da standart proqramlar sayılır. Aydın oldu. Bunlar da standart proqramlar sayılır. Yadda saxlayın. Sonra nə var başqa standart? Çünki ardıcıl verməyibdi ya. Ona görə mən sizə standart olanları göstərirəm. Sonra Quick Access var. Bu da standart proqramdır. Sonra başqa Microsoft Teams'in özü də standartdır demişdik. Belə. Notepad'in özü də standartdır. Yadda saxlayın, Notepad'in özü də standart proqramdır. Elə proqram var ki, mən özümdə yükləmişəm deyə. Onları mən sizə ayırıb demək istəyirəm sadəcə. Paint'in özü də standartdır. Paint üstə də standartdır. Sonra başqa nə var sizə göstərəcəyim. Snipping tool'un özü də standartdır. Sonra sound recorder'in özü də standartdır. Bunlar standart proqramlardır. Aydınmı? Başqa məndə ya bunlarda əlavə bir şeylər yoxdur o qədər də. WinRAR standart sayılır. Yəni göstərə biləcəyimiz, deyə biləcəyimiz standartlar da bunlardır. Bir də yoldaşlar, sizə o şeylər dedim mən. Mübadilə buferin dedik. Drag and drop dedik. Plug and play, OLN dedik. Multimedia nədir? Video, səs, belə şeylərdir. Ekran screen eləmək print screen düyməsi. Stohez. Hansı ki onu demişdik. Sonra burada bir də o standartların içində düz orada görmədim mən səhv eləmirəmsə. RAM da var. RAM nədir yoldaşlar? RAM belə bir proqramdır bu da. RAM da axtarış məqsədidir. Klaviatura düyməsi WinR'dir. Win düyməsi ilə Windows düyməsi R hərfi. Burada faiz, tem faiz yazılıb. Bunlar siz nədir? Axtarış yaparım. Bunlar lazım olmayan şeylərdir, qovluqlardır. Bunlar hamısını silə bilərsiniz. Faiz, tem faiz elə bil ki, yəni komitədə asılan əlavə şeylərdir də, belə deyil, lazımsız olan. Ya bunlar ehtiyac yoxdur, bunları silə də bilərsiniz. Sonra, yəni söhbət bundan getmir, yoldaşlar. Ümumiyyətlə də WinR'i vurub. Hətta mən sizə bir söz deyim, yadınızda Word'da yazmış biz bura bunu. Yazıram WinWord. WinWord yazan kimi, dəqiqə WinWord. WinWord yazan kimi, OK vururam, gedib Word açır. Yəni, axtarış məqsədlidir də bildiniz. Bu da belə bir proqramda axtarış məqsədlidir. Sonra başqa deyəcəyimiz nə qaldı sizə? Bunları dedik. Əsas. Belə, əsas bunlardır. İndi testdə, testimiz gəldi ekrana. Bağlayım yenidən açım. Məsəl üçün, 105-ci sual. Bizə deyir standart proqram deyil. Yəni, sistemin standart proqramı deyil. İndi yoldaşlar, burada bir sizin olacaq. Clipper. Niyə? Çünki bu VBS proqramdır. Biz bunu sonradan kompüterə yüklüyük. Amma qalanların hamısı standart. Bunların hamısı orada var. Sonra bizə deyir əmrlər vasitəsilə əməliyyat sistemi idarə etmək. Command prompt.
Çünki bu da əmrlər vasitəsilə kompüteri idarə etmək üçün. O bayaq siyasında qara ekran yazı var idi. Odur bu. Bizə deyir ki, 107-də. Bunu keçən dəfə demişdik. Vizual sadəlik və şəffaflıq hansı dizaynla bağlıdır? Oxumusunuz Windows'un birinci hissəsini. Nə olacaq burada cavab? B olur müəllim. Fluent. Hı -hı. Bəli, budur. Sonra məsəl üçün 101-ci sual. Standart proqram deyil. Bura cavab nə olacaq? Word. Bəli. Word standart proqram deyil. Daha bunu bayaq açdıq yoldaşlar. 95-ci sual. Ekranda Windows sıfırlanırdı, bir də bubble'lar. Bunu hardan açsam? Ya personalize ya da hardan idi? Personalize. Bəli. Sonra 99-cu sual. Simvolların sayına görə. Hı? Simvol sayı. Bəli, belə bir şey yoxdur. Simvol sayı söhbəti yoxdur. Kontrol 79-cu sual. Kontrol panelinin görünüş rejimləri. Kontrol panelinin görünüş rejimləri. 1. Kateqoriya large, bir də small. 1, 2, 4. Sonra bunu bayaq dedim sizə. Seçilmiş obyektin kontekst menüsü. Klaviaturası nə oldu? Düzü şifahi demişdim. Shift F10. Shift F10. Belə. Yaxşı yoldaşlar, mən sualları sizə göndərəcəm.